Qış fəslində müxtəlif turşular hər birimizin süfrəsinin ayrılmaz təamına çevrilir. Bəzən sadə görünən bu ləzzəti dadmağımız sağlamlığımız üçün ciddi risk daşıya bilər. Son günlər bir neçə ailənin zəhərlənmə hadisəsi göstərdi ki, turşu seçərkən və hazırlayarkən diqqətli olmaq həyati önəm daşıyır. Bərdədə bir ailənin 4 üzvünün turşudan zəhərlənməsi ilə bağlı hadisə də bunun bariz nümunəsidir. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan şəxslərin pomidor turşusundan zəhərləndikləri deyilir. Bəs bu məhsulu alarkən nələrə diqqət etməliyik? Turşu zəhərlənmələrinin isə müxtəlif simptomları olur. Ev şəraitində doğru sterilizasiya edilməmiş, tam kip şəkildə konservləşdirilməsi yerinə yetirilməmiş, duzu, turşuluğu, içindəki xüsusən sirkənin miqdarı dediyimiz yetəri qədər olmayan turşularda daha çox müşahidə edirik. Eləcə də tərkibində əgər kif varsa, onun bu rəngində bulanıqlıq varsa və yaxud da dadında hər hansısa bir pozulma hissi varsa, bu turşular daha çox zəhərlənmə yarada bilər. Bəs bu zaman ilkin müdaxilə necə göstərilməlidir? Həkimə gedənə qədər isə bol-bol su, maye içilməlidir. Zəhəri özündə tutan dərmanlar var ki, bunlara xüsusən aktiv kömür dediyimiz, bunu qəbul edib də oradakı absorpsiya təsirindən zəhəri özündə tutmasını təmin edə bilərik. Mütəxəssis onu da əlavə etdi ki, turşu zəhərlənməsi zamanı xəstəni qusmağa məcbur etmək ən çox rast gəlinən, lakin qətiyyən yol verilməz yanlışlardan biridir. Eyni zamanda bildirdi ki, ən etibarlı turşular marketdə satılanlar sayılır. Çünki onların konservləşdirilməsi və sterilizasiya prosesi standartlara uyğun şəkildə aparılır.